Salam dostlar, hər vaxtınız xeyir. Mən Günel Qacar. Deməli, bu dəfə sizə doktorantura imtahanına düşə biləcək ən çətin qrammer izahını edəcəm. Yəni, bu bir dəfə sınavımıza düşmüşdü. Tələbələrin əksəriyyəti səhv yazmışdı. Çünki belə bir ehtimalın olacağını zənn etmirdi. Amma bu izahdan sonra artıq hər şey rahat olacaq və yaxşı başa düşəcəksiniz. İlk öncə bu ekrandakına baxın. Görün siz burada nə başa düşürsünüz? Yəni, nə anlayırsınız, necə bir şey var? Belə bir şey deyim dostlar, biz həmişə nə öyrənmişik? Modallardan sonra, məsəl üçün meydən sonra feilin birinci formasının gəlməyi, may go, məsəl üçün could can-in keçmişidir bilirsiniz. Bundan sonra tutaq ki, nə gələcək? Could eat, yeyə bilər tutaq ki. Bu formatlar olur və bir test düşmüşdü. Testdə eyni bu format var idi. Gedə bilər, yeyə bilər və variantı bunu götürmüşlər. Çünki hamının ağlında nə var idi? Modaldan sonra feilin birinci formatı gəlməli idi. Amma qəbul testlərində nə oldu? Maydən, might'dan, could'dan sonra feilin bitmiş zamanı gəldi. Yəni have verb 3 və ya da burada has verb 3 olmayacaq, ehtiyatlı olun, have verb 3 olacaq. Yəni bir dənə buradan rahatıq ki, arxasınca have verb 3. Bəs bu nə vaxt gələcək? Yəni siz burada bunu bilməlisiniz ki, orada da qəbulda rahat olun. Mən sizə indi biraz qısaca izahını verəcəm. Arxasınca isə test şəklində göstərəcəm ki, sizə daha rahat olsun. Qəbula da onlar da düşsə, buradan mənə sağ ol deyərsiniz. Bu mənim üçün çox böyük bir xoşluq, bir gözəl bir şey olar. İndi gəlin görək biz bunu tərcüməsini nə vaxt eləyə bilirik? Baxın, maydən sonra verb have 3, məsəl üçün she may have come. Come bu arada üçüncü formatıdır. Biz bunu nə vaxt tərcümə edirik, necə edirik? O bəlkə də gəlib. Bəlkə də gəlib. Başa düşdünüz? Hadisə keçmişdəki gümanlığı bildirir. Əmin deyiləm. Deyirəm ki, o bəlkə də gəlib, biz bilmirik. Yəni %70 gəlib. Bəlkə də gəlmişdi. Belə. Başa düşdünüz? Yəni keçmişdəki gümanlığı bildirir. Bu may come-dan izahını verəcəm indi sizə. Gəlin elə indi verim. Bəs bu may come nədir? Gələ bilər. Bu keçmişə göndərir. Desəz, bəs keçmişdə niyə might falan yoxdur? Ola bilər. Yəni söhbət indi may, might, could have verb 3 düşərsə necə tapın deyirəm sizə. Yəni gələ bilər, gələcək. Bu isə gələcəyə göndərir ki, yəni sabah gələ bilər. O indi gələ bilər. Amma mən nə deyirəm? O bəlkə də gəlib. Yəni biraz keçmişdə olsa, yaxşı bunu mən necə seçəcəm testlərimizdə? Əgər testinizdə indiki zamana aid hər hansı bir nüans varsa bu variant olacaq. Yox, keçmişə aid hər hansı bir nüans olarsa, onda məsələn yesterday, ago, keçmişdəki bir variant olarsa, burada onda nə olacaq? Bitmiş zaman versiyası gələcək. Bəs might necə məsəl üçün tərcümə? Might have gone home hours ago. Görün nədir? Saatlar əvvəl evə getmiş olmalıdır. Getmiş olmalıdır. Baxın, bu artıq getmiş ola bilər filan. Bu variantlarımızda biz nə veririk? Might üstəgəl feilin indiki bitmiş versiyası. Bəs could have 3, yenə she could have gone. O getmiş bəlkə də gedib. Yəni formatı öyrənirik. Bu formatlarda may, might, could üstəgəl bitmiş zaman forması keçmişlikdəki gümanlığı bildirir. Amma bu versiyalar isə gələcəyə, indiyə və gələcəyə göndərir. Bir dənə başqa bir versiya ilə indi gəlirəm, ona da baxaq. Və bir dənə də bir hissə artırdım, buna da fikir verək. Should üstəgəl have, üstəgəl feil üçüncü forması. Baxın, keçmişdəki bir növ peşmançılığı bildirəndə mən bunu istifadə edirəm. Deyirəm ki, you should have phoned her before you went out. Sən gərək ki, çıxmamışdan əvvəl ona zəng edəydin. Yəni, bu biraz yenə keçmiş. Bunu da mən yenə hardan bildim? Baxın, dostlar, keçmişliyə aid bir hissə var. Yəni, burada keçmişlik olanda artıq should'dan sonra have phoned olacaq. Should phone olmur, should phone gələcəkliyi bildirir. Yəni, gərək filan şeyi edəsən, gərək zəng edəsən. Yəni, bu baxımdan gedir. Amma mən indi keçmişdə olduğuna görə have phoned elədim. Sizə bir də test tələsi deyim yenə. Test tələsi deyim yenə. Bu nədir? İnkar hissəcikləri artıranda, yəni bunu gərək ki zəng eləməyəydin, bunu gərək ki etməyəydin, inkarlıq verəndə ehtiyatlı olun, have-dən sonra not verərlərsə, bu səhvdir. Deməli, mən bu have not, məsəl üçün, she may have not come yox. Hara artırılacaq?
bu modaldan sonraya, inkar hissələr modaldan sonraya artırılacaq. Yəni she may not, she might not, she could not, she should not. Bu hissəyə ehtiyatlı oluruq və bunları öyrənirik. İndi isə keçirəm bir dənə test yazıram və o testi də izah eləyirəm. Birinci siz tapırsınız, məncə artıq rahat biləcəksiniz. İndi isə bu testə baxın. Birinci siz həll eləyin. Baxın, bu qaydanı bilməmişdən öncə belə qalardıq ki, yəqin Meyqoya da Maskodur da, bəs bu necə eləyək axı? Və yaxud da burada bir dənə, nə bilim, keçmişlikdə bir dənə tutaq ki, Y variantını artırıram, could eləyirəm ki, tutaq ki, siz bunu yazardınız ki, hədə modaldan sonra feilin birinci forması gəlir, amma bunu necə yazaq, keçmişlik bildirir. Birinci tərcüməsinə baxıram, ehtiyatlı olun. Bu arada bunu silirəm, çünki bu variantlarımızda əslində olmur. Baxın, ofis dünən mən ora çatanda ofis boş idi. Yəni, keçmişdə olduğunu bildim, dünən olduğunu və mən ora çatanda boş oldum. Hamı, Azərbaycan dilində mən sizə deyirəm, hamı getmiş olmalıydı. Yəni, hamı getmiş olmalıydı. Biri var, getmişdi, okey, variant varsa olur, amma yəni bizə elə salmazlar, axı çətin salırlar. Bunun üçün indiki variantları çıxardıram. İndikilər olmur da, düz demirəm. Yaxşı, burada bir hissədə nə səhvliyimiz var? Have-dən sonra not gəlməzdi, axı notu biz bura aparardıq. Tutaq ki, quruluş səhvi var. Deməli, nə deyirəm? Might have gone. The office was empty when I arrived yesterday. Everyone might have gone home. Bu da olur mənim keçmişdəki modalın keçmiş versiyası. Keçmişdəki bir gümanlıq versiyası. Bəli, əgər düşsə, artıq bilirsiniz bu sualı. Sağ olun, özünüzə yaxşı baxın.